Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Es-salatu vesselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Bəli, keçən dərsimizdə namazlardakı məkruhların bir hissəsini, birinci hissəsini öyrənmişdik. Qalan hissəsini isə indi öyrənəcəyik. Beləcə davam edirik. Namazda əsnəmək məkruh sayılır. Yəni deyilə bilər ki, bu namazda əsnəmək özümüzdən asılı deyil. Bu necə məkruh sayıla bilər? Yəni özümüzdən asılı deyil əlbəttə ki, ancaq əsnədiyimiz zaman ağzımızı yummaq və yaxud da ki, əsnəməyi ağzımızı açmadan eləməyə çalışmağımız lazımdır. Bir adama namazda əsnəmə gəldiyi zaman əvvəlcə ağzını tutması lazımdır. Əgər bunun qarşısını ala bilmirsə, ağzını açmaq məcburiyyətində qalırsa, o zaman əli ilə ağzını tutaraq əsnəməsi lazımdır. Namaz qılarkən gözü yumulu namaz qılmaq da məkruh sayılmışdır. Ancaq ətrafda namaza mane olacaq, insanın xüşusuna mane olacaq şeylər varsa, bu insan gözü yumaraq namaz qılmağı daha xüşulu namaz qılmasına səbəb olacaqsa, bu halda gözü yumulu namaz qılınması icazəlidir. Həmçinin namazda gözləri səmaya qaldırmaq, yuxarı baxmaq da məkruhdur. Əgər namaz bir sarıqla və yaxud baş geyimi ilə, papaqla qılınırsa, çalışılması lazımdır ki, namazda alın birbaşa səcdə yerinə dəysin. Namazda alının örtülməsi, yəni alının birbaşa səcdə yerinə dəyməməsi də məkruhdur. Ancaq buna hər hansı bir ehtiyac olsa, məsələn, hava çox soyuq olduğu zaman və yaxud da ki, artıq buna mane olunması mümkün olmadığı zaman bu şəkildə də namaz keçərlidir. Üzərində şəkil olan paltarlarla namaz qılınmanın məkruh olduğunu qeyd eləmişdik. Həmçinin namaz qıldığımız yerdə, səccadədə və yaxud xalçanın üzərində də şəkil olmaması lazımdır. Bu şəkildə, bu halda namaz qılınması da məkruhdur. Paltarla əlaqədar onu qeyd eləyək ki, və yaxud elə yerlə əlaqədar da bu şəkillər çox kiçikdirsə, bir neçə santimetrdirsə, uzaqdan baxanda seçilməyəcək dərəcədədirsə, bunun məkruhluğu olmaz. Ancaq böyükdürsə, bu kimi paltarla və bu kimi şeyin üzərində namaz qılınması məkruhdur. Biz burada şəkil deyərkən canlı şəklini nəzərdə tuturuq. Eyni zamanda bu bütün şəkillərə aiddir. Canlı şəkli, yəni insan, heyvan, quş və bu kimi şeylərə aiddir. Həmçinin bizim namaz qıldığımız yerdə, otaqda da şəkil olmaması lazımdır. Yəni şəkil olan otaqda da namaz qılınması məkruhdur. Xüsusilə də qarşımızda əgər bir şəkil varsa və yaxud şəkilli bir şey varsa, ona qarşı namaz qılınması məkruhdur. Həmçinin şəkillə bahəm qarşımızda heykəl və heykələ bənzər şeylər varsa, yəni canlı heykəllərindən söhbət gedir, bunlara qarşı namaz qılınması da məkruhdur. Həmçinin işlək olan yerdə, məsələn, yollarda, keçidlərdə, insanların gəlib keçdiyi yerlərdə də namaz qılınması məkruhdur. Bu, onlara mane olmaq deməkdir. Namaz qıldığımız yerdə əgər nəcasət varsa və yaxud da ki, nəcasət olma ehtimalı varsa və yaxud ora nəcasət olan yerlərə yaxındırsa, buralarda da namaz qılınması məkruhdur. Həmçinin biz öyrənmişdik ki, namazı pozan şeylərdə və yaxud namazın fərzlərində üzərimizdə namaza mane olacaq dərəcədə nəcasət varsa, bu namazı pozur, bu namaz keçərsizdir. Məkruh olan isə namaza mane olmayacaq, yəni namazı pozmayacaq dərəcədə nəcasətin olmasıdır. Yəni az bir nəcasətin olması da namazda məkruh sayılır. Yəni paltarımızda və yaxud bədənimizdə və yaxud namaz qılacağımız yerdə, xalçada azca nəcasət varsa, burada da namaz qılınması məkruhdur. Təbii ki, başqa şəkildə daha təmiz yerdə, daha təmiz paltarla namaz qılınması mümkündürsə. Mümkün deyilsə, artıq bunun zərəri olmaz. Bir şəxsin tualet ehtiyacı gəldiyi halda, buna ehtiyacı olduğu halda namaz qılması da məkruhdur. Bu istər böyük ehtiyac olsun, istər kiçik ehtiyac olsun, istərsə də bu qaz gəlməsi olsun, yəni bir insanın özünü sıxaraq bu hallarda namaz qılması məkruhdur. Bir şəxs namaz qılmaq istədiyi zaman onun sevdiyi yeməyin süfrəyə gəlməsi halında da o yeməyi orada qoyub namaz qılması məkruhdur. Əvvəlcə gedib yeməyini yeməsi lazımdır, sonra namazına davam eləməsi lazımdır. Ümumiyyətlə bu bir qaydadır. İnsanın fikrini məşğul eləyən hər hansı bir şey varsa, namaz qıldığı yerdə və yaxud namaz qıldığı o həmin zamanda bunları əvvəlcə aradan qaldırması lazımdır və yaxud aradan qalxmasını gözləməsi lazımdır. Ondan sonra namazı qılması lazımdır. Ancaq təbii ki, yeməyin süfrəyə gəlməsi burada önəmli deyil. Onun fikrini məşğul eləyən bir yeməkdən söhbət gedir burada və əsas demək istədiyimiz fikri məşğul eləyən şeylərdir. Bu halda
hallarda namaz qılınması məkruhdur. Əgər fikri məşğul eləmirsə və yaxud bunu sevmədiyi bir yeməkdirsə, bu zaman namaza durmaqda heç bir problem yoxdur. Namazda oxuyacağımız surələrin və yaxud ki, təsbihlərin miqdarını bilməkdən ötürü bunları barmaqla saymağımız da məkruhdur. Barmaqla saymaq artıq başqa bir əməl sayılır və namaza maneçilik törədən, namazdan olmayan bir şeydir. Namazdakı məkruhlardan biri də bizdən qabaqdakı, bizdən öndəki səhvdə boş yer olduğu halda arxadakı səhvdə durmağımızdır. Yəni əvvəlcə qabaqdakı səhv doldurulmalı, ondan sonra arxadakı səhvə keçilməsi lazımdır. Bir məkruh da namazda imama tabe olanların imamdan əvvəl həmin rüknü yerinə yetirməsi və yaxud həmin rüknü yerinə yetirməyə başlamasıdır. Yəni imam rükuya getmədən əvvəl bizim rükuya getməyimiz məkruhdur. Biz ondan sonra qalxmış olsaq belə bu həmin rükuda ondan əvvəl eləməmək lazımdır. Yəni heç bir rüknü imamdan əvvəl eləmək olmaz. Hər hansı bir rüknün imamdan əvvəl edilməsi məkruhdur. Biz bilirik ki, namazı pozan əməllərdən bir rüknü imamdan əvvəl eləsək və ondan da tez həmin rüknü bitirib qalxsaq və yaxud həmin rüknü ondan əvvəl eləməyə başlayıb ondan əvvəl də bitirsək, bu namazın pozulması deməkdir. Ancaq bir rüknü ondan əvvəl eləsək, o sonradan gəlib orada bizə çatsa, bunun özü belə məkruhdur. Biz canlı şəkli olan bir şeyə doğru namaz qılmağın məkruh olduğunu demişdik. Eyni zamanda oda tərəf, alova tərəf namaz qılmaq da, həmçinin közə tərəf namaz qılmaq da məkruhdur. Həmçinin bir insanın üzünə tərəf namaz qılınması da məkruhdur. Ancaq bir insanın belinə tərəf namaz qılınması məkruh deyil. Həmçinin namaza çatmaqdan ötürü, yəni cəmaatla namaza çatmaqdan ötürü qaçaraq gəlmək də məkruhdur. Namazın biz həmin rükətinə yetişməsək belə, biz namaza qaçaraq gəlməməyimiz lazımdır. Beləcə namazda olan məkruhları biz öyrənmiş olduq. Bununla əlaqədar bir şey qeyd eləyək. Bəs namaz vaxtı çıxmaq üzrədirsə, biz də bu halda bu məkruhu eləməyəcəyimiz halda namaz qılsaq, namazın vaxtı çıxmış olacaq. Bu halda nə edilməsi lazımdır? Namazın əlbəttə ki, kərahətlə ədası onun qəzasından daha üstündür. Yəni namazı vaxtında qılmağa çalışmaq lazımdır. Qeyd eləmişdik ki, burada təhrimi məkruhlar da var. İnşallah gələcək dərslərimizdə ehtiyac olarsa onlara toxunarıq və yaxud bunlara lazımi yerlərdən baxarıq və yaxud bunlara lazımi yerlərdən baxarsınız inşallah. Kitablarımızda belə bir şey var ki, təhrimi məkruhla qılınan namaz istər vaxt içində olsun, istər həmin vaxt çıxmış olsun, bu namaz yenidən qılınması lazımdır. Yəni biz bir namazı təhrimi kərahətlə birlikdə qılmışıqsa və yaxud bunu qılarkən təhrimi kərahətə yol vermişiksə, bu namazı yenidən qılmağımız lazımdır. Beləcə namazda məkruh olan şeylərin ikinci hissəsini də öyrənmiş olduq. Vəlhamdülillahi Rabbil aləmin.